Bugün işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində mina hadisəsi baş verib. Anamadan verilən məlumata görə humanitar mina təmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvanoğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Əhədov Əhəd müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaş Füzuli rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı qəlpə yaraları, həmçinin sol budunun aşağı 1/3 hissəsinin qəlpə yarası diaqnozları təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.